Hazreti Peygamber buyurur ki Fatımetu havra insiyye kullama iştaktu ila raihatel cenneh qabbeltuha. Peygamberimiz buyurur ki kızım hanım Fatıma Zəhra sallallahu aleyha insan surətində olan bir dənə huridi mələkdir. Və davamında buyurur ki mən nə zaman istəsəm behiştin inalam, behiştin qoxusunu duyam, Zəhranı, qızım Zəhranı öpərəm, qoxulayaram. Peyğəmbərimizin bu hədisində ki, qızı Fatıma Zəhranı bənzədir huriyə, mələkə, əzizlərim, bu bir məcazi mənə deyil. Bu bir həqiqətdir ki, hurilərdə bir neçə xüsusiyyət vardır ki, xanım Zəhra da o xüsusiyyətlərə malik olduğu üçün Peyğəmbərimiz buyurur ki, Zəhra insan surətində olan bir huridir. Biz əgər hədislərimizə və Quran ayələrinə nəzər salsaq, hurilərin, mələklərin bir neçə xüsusiyyəti var. Biri budur ki, bütün hurilər, mələklər hamısı nurdan yaranıblar. İkincisi budur ki, mələklər, hurilər pak və günahsızdırlar. Üçüncüsü isə budur ki, cənnət varlıqları kimi hesab olunurlar? Hansı varlıq cənnətin mənşəli olan bir varlıq kimi hesab təsvir olunurlar? Bu ki, Peyğəmbərimiz buyurur ki, qızım Zəhra insan surətində olan bir huridir. Həzrəti Zəhra sallallahu aleyhada hurilər kimi, mələklər kimi Allahın nurundan xəlq olunubdur. Onun varlığı, o xanımın varlığı, nurluluq və təharət mənbəyidir. O ki, işitdiniz sizdə Adəm Peyğəmbər behişdən qovlanandan sonra o ki, istər ki, tövbə eləsin, başının üstünə 5 dənə nur görürdü. Allah kimdir o 5 dənə nur? Fətələqqə Adəmə əsma kullaha. O 5 dənə biri kimdir? Zəhra idi. O 5 dənə nurdan biri Zəhra idi. Adəmin tövbəsi məhz o 5 dənə nura xatır Allah dərgahında qəbul oldu. Buyurur ki, Zəhra da hurilər kimi Allahın nurundan xəlq olunubdur. İkincisi budur ki, Həzrəti Zəhra da hurilər kimi, mələklər kimi cənnət qidasından bəhrəmənd olublar. Yəni necə? Yəni necə mələklər, o hurilər, behiş nemətlərindən istifadə edərlər? Xanım Zəhranın da dünyaya gəlməsində Peyğəmbərimizlə xanım Xədicənin izdivacının, evliliyinin ilk müqəddiməsində bunlar behiş nemətlərindən, Cəbrail əleyhissalam behiş nemətlərinə qida gətirirdi.